Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən 2025-ci ilin fəaliyyət yekunlarına və 2026-cı il üzrə strateji hədəflərə həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə agentliyin ötən il ərzində sosial xidmətlərin təşkili, əhatə dairəsinin genişləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlər elmi analitik yanaşma əsasında təqdim edilib. 2026-cı il üçün müəyyən edilmiş hədəflər sırasında sosial xidmətlərin elmi əsaslarla təkmilləşdirilməsi, rəqəmsal idarəetmə mexanizmlərinin genişləndirilməsi və beynəlxalq təcrübəyə əsaslanan yeni sosial modellərin tətbiqi xüsusi yer tutub. Tədbirin sonunda jurnalistlərin sualları cavablandırılıb. Xoş gəlmisiniz. Bugünkü görüşümüzdə biz Sosial Xidmətlər Agentliyinin 2025-ci ildə gördüyü işlər, əldə etdiyi uğurlar, Cənab Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında sosial xidmətlər inkişafına dair 2023-26-cı il dövlət proqramına əsasən agentlik tərəfindən görülən işlər barədə məlumatları verəcəyik və əlavə olaraq da sonda suallarınızı cavablandıracağıq. Artıq 4 ilə yaxındır ki, fəaliyyət göstərir Sosial Xidmətlər Agentliyi və ötən dövr ərzində mühüm layihələr icra olunub agentlik tərəfindən. Bu layihələr həssas kateqoriyadan olan şəxslərin sosial rifahının artırılması məqsədi ilə mühüm işlər görülür. Hazırda bütün ölkəni əhatə edən agentliyin 12 filialı və 21 sosial xidmət müəssisəsi fəaliyyət göstərir ki, həm bu filiallar və müəssisələr vasitəsilə agentlik tərəfindən səyyar, stasionar və yarım stasionar xidmətlər göstərilir. Demək olar ki, bütün yaş kateqoriyadan olan şəxslərə tərəfimizdən xidmətlər göstərilir. Ötən il ərzində hər zaman olduğu kimi agentliyin əsas fəaliyyət istiqamətlərindən biri də sosial xidmətlərin göstərilməsi, imtiyazlı kateqoriyadan olan vətəndaşlarımızın sosial məişət şəraitinin yaxşılaşdırılması, onların mənzil, avtomobil təminatı, övladlığa götürmə, himayədar ailə və digər prioritet istiqamətlər olmuşdur. Ümumilikdə agentlik tərəfindən 6 ilə yaxın müddətdə 600 min şəxsə müxtəlif sosial xidmətlər göstərilmişdir. Günay Hacıyeva, Rəsul İsayev, Səs TV xəbər.